İlahiyyatçı Tural İrfan hesab edir ki, yas mərasimləri dəbdəbə yarışına çevrilməməlidir. Əsas diqqətin mərhumun ruhuna dualara və insanlara təsəlli verməyə yönəlməsi daha məqsədə uyğundur. Ailənin borca düşməsi və ya maddi sıxıntı yaşaması isə dini və mənəvi baxımdan doğru deyil. İslam dininə görə yas mərasimi, yas süfrəsi, ehsan məclisi deyə bir anlayış yoxdur. Amma təbii ki, bu zaman etibarilə bir ənənə formasını alıb, son vaxtlarda xüsusilə bir israf həddinə gəlib çatıbdır. Dəbdəbəli, təmtəraqlı yas mərasimləri və menyular təqdim olunur. Bunlar düzgün deyil. İsrafçılıq baxımından əhalinin, insanların ağır bir vəziyyətində həmin yas məclisi qurmaq çətinliyi yaranır ki, bu düzgün deyil. Son vaxtlar əsasən mərasim evlərində, bu şəhər yerlərində belə bir toy məclisləri kimi məclislər qurulur və orada müxtəlif menyular təqdim olunur. Bu da təbii ki, düzgün deyil. İndi bununla əlaqədar aidiyyatı qurumlar iş aparmalıdır, qanun qəbul olunmalıdır. Bununla bağlı mən hesab edirəm ki. Məsələ təkcə qiymətlərlə bitmir. Yaz süfrələrində verilən yeməklərin böyük bir hissəsi yeyilmədən qalır və tullantıya çevrilir. Bu isə maddi baxımdan israf kimi qiymətləndirilir. İlahiyyatçı qeyd edir ki, yaz mərasimlərində israfın qarşısını almaq üçün həm ictimai qınaq, həm də maarifləndirmə vacibdir. Əks halda ənənə adı altında formalaşan bu maddi yük bir çox ailələr üçün ağır sosial problem olaraq qalacaq.